Afiyən, biz fəlafəli salı 1380-dan Təbrizdə başlamışıq. Onda Şimali Qərb keşfədə əslən fəlafə yox idi. Bizim afiyəmizin altdan Təbrizdə şöbəmiz var da, əziz olsun. Burada şöbəyin mərkəzidir. Mərif eləyirik biləcək, vallahi 20 il qidməti var. O zaman işi Şimal Qərbidə bölmürdülər fəlafel nə mənədir. Ailə zəvi ki, zəhmət çəkib gətirdilər. Bir daha da qəşə hərəkət vurublar, tənəvvül verirlər. Bunun sosu ilə turşusunu vurmuşuq. Bu sadə fəlafellərdir. Bu qarço pənir fəlafellərdir. Bu qarç fəlafellərdir. Bu da fəqət pənirləridir. Fəlafellər istərəndəki fəlafellər bu əndazədədir. Köllə İranda bu əndazədə tapa bilməsi. Keyfiyyətdə vaqən ağlıdır, biz test eləmişik. Fəlafellər istərəndə gəldi. Çox da sosu ənbələnə məruzda hətmən alıb və dərzin məxsus turşuları var. Lütə turşusu. Fəlafel ilə təhkilir. Başqanın görsə deyiləcək. Daha da qəşə hərəkətlər vardır. Buzu qursu da satırlar, aparas evdə qoyasqal üstündə yiyəsiz. Əslən fəlafel nəstərət işi düzdür. Bədə 23 il sonra bilir ki, nə yiyəcək. Tövətət dizdəndir bax. Bir seri pəçi amadedir ki, eləyə bilərsiniz evdə qızdırıb yiyəsiz. Bu pudreyi ki, görəsən pudre fəlafeldir ki, apab evdə amadəsir. Cinə pişirib yiyəsiz. Bu üstəci ki, görürsünüz, ədviyə məxsus fəlafeldir. Ki, cinə buradan ala bilərsiniz. Bu da litə turşuladır, məxsus özlərində dəssazdır. Və sosu əmbə ki, bunların fəlafelləri vaqən sosu əmbəylə binəzir olur. Nəstərənin 6 dana şobəsi var. Biz Büyünəm şobəyi mərkəzi və qədimisindir. Adreslər də çay kənarda Abirəsandan ki, gəz Qara Körpüsünə tərəf Bimənin rubərusu Pol Abir piyadən düz bəğəli.